Hamiyə salam. Bugün də sizinlə bişirdiyim yarpaq dolmasını necə hazırladığımı paylaşıram. Əti və bir ədəd iri baş soğanı ət çəkən maşından keçirdirik. Düyü, noxud ləpəsi, quru nanə, duz, sarı kök vururuq. Təxmini 3-4 xörək qaşığı da yağını vurub üzərinə qaynar su əlavə edib qarışdırırıq. Yenicə aldığım yarpaqları da bir kənarda yuyuram və üzərinə qaynar su əlavə edirəm. Rəngi dəyişib pörtləndikdən sonra da suyunu süzüb saplaqlarını təmizləyirəm. Daha sonra da gördüyünüz qaydada bükməyə başlayıram. Siz noxud ləpəsi vurmaya da bilərsiniz. Ancaq Naxçıvanda noxud ləpəsi hər zaman vurulur. Buna görə də mən də bu adəti davam etdirirəm. Qazanın içərisinə də yarpaqları düzüb, bükdüyümüz dolmaları bir-bir yerləşdiririk. Mən ortasına da bir ədəd ət yerləşdirdim. Sümüklü ətin olması daha yaxşıdır. Daha sonra isə üzərinə limon dilimləri və kərə yağını qoyuruq. Üzərinə çıxana qədər də suyunu əlavə edirik. Qaynadıqdan sonra da ətin kəfi bir tərəfə yığışır, onu da qaşıqla yığırıq. Suyu çəkiləndən sonra və yağa düşəndən sonra da servis edə bilərsiniz. Hazırlayacaq olan hər kəsə nuş olsun.